قوانین عجیب فوتبالی که فقط کره شمالda görə bilərsiniz. Dünyanın hər yeri ilə fərq edir. چون کیم جون اون vəsvası vardı bu vərdişə və ona görə özünə xas bir qavanın çıxardı. Bu qavanlardan biri budur ki, əgər bir oyuncu zərbə isqahı ilə poştu məbədə qoldurar, 2 dənə qol hesab olunur. Və bu nişanəndə budur ki, o oyuncunun məharəti çoxdur. Və əgər bir basketbol şut ilə poştu məbədədən qoldurar, o da 3 dənə hesab olunur. Bu qavanlardan ya sadəsidir və ya əcibtərini budur ki, bu qanun ya xas qanunu budur ki, 60 saniyə axır qaldı. Əgər bir oyuncu qoldurar, bu da 5 dənə hesab olur və 5 içə hərif kimi iddiaya düşür və o kimi bir dənə şokaz salır. Və əgər bir dərvazıban bıçara qol yiyə və top qıçın arasından rədd ola, ərtişi Kore Şimali təhlil edilən şikar olur.